Necə Allah Teala deyir, salih əməllərin ən əsaslarından La ilahe illallah Muhammeden Resulullah sallallahu aleyhi ve sellem şəhadətini deməkdir. Adam deyir ki, əşhədü ən la ilahe illallah var, ənə Muhammeden Resulullah yoxdur, boş şeydir. Dəyərli cəmaatımız, adam deyir ki, Muhammed şəhadəti sallallahu aleyhi ve sellem gətirmək lazım deyil. Yəni indiyə qədər bizim qəbul etdiyimiz Peyğəmbərimiz Muhammed, Allah'ın olan salavatı və salamı olsun. Biz bilirik ki Allah Resuludur. Şəhadət gətirəndə də demişik ki, əşhədü ən la ilahe illallah, əşhədü ənə Muhammeden abduhu və rasuluhu. Və yaxud da əşhədü ənə Muhammeden Rasulullah. Adam deyir ki, sən demə, bu boş şeymiş, demək lazım deyil. Əsas la ilahe illallah deyəsən. Dəyərli xalqımız, cəmaatımız, adam dindən heç nə saxlamıyor. Yəni adam başqa bir qaba düşüb. Yəni, belə deyək, nəsə eləmək istəyir, alındıra bilmir, düşüb başqa qaba. Yəni mikrofon tutmaqdan, jurnalist işləməkdən gəlib olub din təbliğatçısı. Və elə buna görə də ağlı bunu aldadıb. Dindən heç bir şey saxlamıyor. Kəbin olmaz. Sən demə, kəbin yox imiş, o da boş şeydir. Və kəbini inkar elədiyinə görə insanları hara yönəldir? Təsəvvür edirsiniz, kəbini inkar elədiyinə görə insanları yönəldir hara? Qiriyyətsizliyə.